Çin avtomobilləri nəyə görə bu qədər ucuzdur? Keyfiyyətsizlər ona görə? Yox. Yeni Çin crossoverini işlənmiş Alman maşının qiymətini almaq olar. Bəli, və səbəbi budur. Birincisi, ucuz istehsal, əmək haqqı aşağı, hökumətin böyük dəstəyi, hər şey daxilində yığılır. Çin iPhone-ları necə düzəldirsə, maşınları da elə düzəldir. 2023-cü ildə Çin, Yaponiya və Almaniyanı keçdi. Dünyanın ən böyük avtomobil istehsalçısı oldu. Bataryadan tutmuş dizayna qədər hər şey özləri edir. Çin markaları dünyada tanınmır deyə düşünürsən? Geely Volvo'nun sahibidir. MG artıq Çinlərindir. BYD Tesla'nın bir nömrəli rəqibidir. Koreya 30 ilə etibarlılığı qazandı. Çinlilər isə cəmi 10 ilə. Necə? Sürətlə öyrənirlər. Əvvəl kopyalarlar, indi isə özləri yaradırlar. 3 saniyə sürətlənən elektrokarlar, salonun yarısını tutan ekranlar, qiymət isə sadə Sonata'nın səviyyəsindədir. Çin maşınları ucuzdur, çünki bu onların dünya bazarına hücum taktikasıdır.